Azərbaycan Respublikası Zakafqaziyanın şimal hissəsində yerləşir. Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İran dövlətləri ilə həmsərhəddir. Xəzər dənizi ilə əhatə olunub. Quru sərhədlərinin uzunluğu 2657 km, sahəsi 86,6 min kvadrat kilometrdir. Əhalisi 8 milyon 600 min nəfəri keçib. Paytaxtı Bakı şəhəridir. Hazırki Azərbaycan Respublikası Qafqaz bölgəsinin ən qədim yaşayış məskənlərindən biridir. Ölkənin müxtəlif bölgələrində qədim tarixi abidələrə və yaşayış məskənlərinə rast gəlinir. Azıq mağarasında alt paleolit dövrünə aid 350-400 min il əvvəl yaşamış qədim insanın çənə sümüyü tapılıb. Buna görə Azərbaycan ərazisi dünyanın ən qədim sakinlərinin məskunlaşma xəritəsinə daxil edilib. Azərbaycanın dünyanın qədim mədəniyyətinin bir hissəsi olduğunu təsdiq edən başqa faktor isə Qobustan qayaüstü abidələridir. Eramızdan əvvəl 12-ci minillikdən başlayaraq qayalara həkk olunmuş təsvirlər Azərbaycanda megalit dövründə inkişaf etmiş mədəniyyətin təşəkkül tapdığını və Cənubi Qafqazda ilk müasir tipli insanın yaşadığını göstərir. Görkəmli səyyah Tur Heyerdal Qobustan gəmisini dünyanın ilk dəniz gəmisi hesab edib. Qaval daşı mövcud tarixin ən qədim musiqi aləti sayılır. Bu abidə kompleksi dövlət tərəfindən qorunur. Azərbaycan ərazisində qədim dövrlərdən başlayaraq Manna, Midiya, Atropatena, Albaniya, Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Atabəylər, Hülakilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi dövlətləri, müxtəlif xanlıqlar və sultanlıqlar mövcud olub. Qədim Azərbaycan ərazisində əhalisi yerli türk və digər mənşəli xalqlardan ibarət olan Albaniya dövləti şərqdə ilk dəfə olaraq Kişdə kilsə tikdirib və xristianlığı dövlət dini elan edib. 1918-ci ildə mayın 28-də Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyəti yaranır. 1920-ci il aprelin 28-də işğalçı bolşevik ordusu Qızıl Ordu tərəfindən zəbt edilir. Azərbaycan Demokratik Respublikası süquta uğrayır. Həmin gün Azərbaycan Sovet Sosialist Respublikası yaradılır və əvvəlcə Zakafqaziya Federasiyasının, sonra SSR-nin tərkibinə daxil edilir. 1988-ci ildən başlayan Milli Azadlıq Hərəkatı 1991-ci ildə məntiqi nəticəsini verir. Oktyabrın 18-i Azərbaycan Respublikası Ali Sovetində müstəqilliyi haqqında akt qəbul olundu. Demokratik Respublikanın atributları bərpa edildi. 1993-cü ildə Heydər Əliyevin prezident seçilməsindən sonra demokratik və hüquqi dövlət quruculuğu başladı. Azərbaycanda siyasi sistemin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-sində ölkənin yeni konstitusiyasının qəbul edilməsi ilə başa çatdı. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşib. Dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Ölkədə onlarla siyasi partiya, qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-yə tam hüquqlu üzv qəbul edilir. O cümlədən Avropa Şurasının, ATƏT-in, İslam Konfransı Təşkilatının və başqa beynəlxalq təşkilatların üzvüdür və onların işində fəal iştirak edir. 2003-cü ildə İlham Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsindən sonra Azərbaycan dövlət quruculuğunun yeni mərhələsinə, müasirləşmə və yeniləşmə dövrünə qədəm qoydu. Güclü iqtisadi inkişaf, beynəlxalq təşkilatlarla ciddi əməkdaşlıq Azərbaycanın dünya arenasında yerini möhkəmləndirir. Azərbaycan mədəniyyəti qədim şərq və türk mədəniyyətinin fundamental tərkib hissələrindən biridir. 7-ci əsrdə yaranmış Dədə Qorqud eposu ilk monumental ədəbiyyat nümunəsi hesab olunur. Azərbaycanda qədim dövrlərdən əksər elmlər inkişaf edib. 11-ci əsrdə yaşamış Azərbaycan filosofu Bəhmənyar şərqdə məntiq elminin atası sayılır. 12-ci əsrdə yaşamış Azərbaycan şairi Nizami Gəncəvi xəmsə poemalar toplusu ilə dünya klassik ədəbiyyatında və şərqin intibahında xüsusi yer tutur. Həmin əsrdə memar Əcəmi Naxçıvani Möminə Xatun türbəsi və digər əsərləri ilə memarlıq mədəniyyətinin təməlini qoyub. 13-cü əsrdə yaşamış Nəsrəddin Tusi şərqdə ilk rəsədxana yaratmış və astronomiya elminin inkişafında böyük xidmətləri olmuşdur. 1875-ci ildə ilk qəzet Əkinçi çapdan çıxdı. 20-ci əsrin əvvəllərində artıq Azərbaycanda Avropa mədəniyyətinin bütün sahələri yüksək inkişaf mərhələsinə keçdi. 1908-ci ildə Şərqin ilk operası dahi bəstəkar Üzeyir bəy Həcbəyevin Leyli və Məcnun əsəri səhnəyə qoyuldu.
1940-cı ildə səhnəyə qoyulan bəstəkar Əfrasiyab Bədəlbəylinin Qız Qalası baleti də Şərq dünyasının ilk baleti oldu. 20-ci əsrdə demək olar ki, mədəniyyətin bütün sahələri yüksək səviyyədə inkişaf edib. Azərbaycan ərazisində kifayət qədər tarixi və mədəniyyət abidələri mövcuddur. Bu abidələr müxtəlif dövrləri əhatə edir. Ən qədim dövrlərdən tutmuş 20-ci əsrdə də tikilmiş memarlıq nümunələri var. Bu sırada Bakının simvoluna çevrilmiş Qız Qalasını, Şirvanşahlar Sarayını, Atəşgah və Şəkixan Sarayını qeyd etmək olar. Şərqdə xalça sənətinin yaranması və inkişafı Azərbaycanla bağlıdır. Eramızdan əvvəl 2-ci minillikdə bu ərazidə xalçaçılıqla məşğul olublar. Azərbaycan xalçaçılıq məktəbinin yüksək səviyyədə inkişaf etmiş bir neçə qolu mövcuddur. Quba, Qazax, Qarabağ, Təbriz xalçaları dünya təsviri sənətində mühüm yer tutur. Millət vəkili Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri təyin edilməsindən sonra Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyası xüsusi mərhələyə keçib. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yalnız mədəniyyət sahəsində deyil, təhsil və sosial sferalarda da əhəmiyyətli layihələr həyata keçirməkdədir. $20 ildir ki, Azərbaycan müharibə şəraitində yaşayır. Belə ki, 1988-ci ilin fevralında İrəvanda və ermənilərin Stepanakert adlandırdıqları Xan kəndində separatçıların mitinqləri başlandı. Fevralın 22-sində Əsgəran rayonunda erməni terrorçuları tərəfindən 2 azərbaycanlı gənc qətlə yetirildi. 19 nəfər yaralandı. SSR-nin dağılması ilə keçmiş Sovet məkanında yeni geosiyasi vəziyyət yarandı. Ermənistan Azərbaycana qarşı açıq müharibəyə keçdi və 20% ərazisini işğal etdi. 20 ildir ki, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşayır. Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan rayonlar: Xocavənd 17 fevral 1992-ci il, Xocalı 26 fevral 1992-ci il, Şuşa 8 may 1992-ci il, Laçın 18 may 1992-ci il, Kəlbəcər 2 aprel 1993-cü il, Ağdərə 17 iyun 1993-cü il, Ağdam 23 iyun 1993-cü il, Cəbrayıl 23 avqust 1993-cü il, Füzuli 23 avqust 1993-cü il, Qubadlı 31 avqust 1993-cü il, Zəngilan 28-29 oktyabr 1993-cü il. 20-ci əsrin sonuncu insanlığa qarşı genosidi də Qarabağ ərazisində ermənilər tərəfindən törədildi. 1992-ci il fevralın 26-sında Ermənistan hərbi birləşmələri 7000 əhalisi olan Xocalı şəhərində genosid aktını həyata keçirdi. Hücum vaxtı şəhərdə 3000 insandan 613 nəfər öldürülüb, 1000 nəfər əlil olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1275 nəfər girov götürülüb. 150 nəfərin taleyi hələ də məlum deyil. Vəhşilik aktını törədərkən Cenevra konvensiyası ilə qadağan olunmuş 5.45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə olunub. Məhkəmə tibbi ekspertizası müəyyən etmişdir ki, küt alətlə öldürülənlər, diri-diri yandırılanlar, başı kəsilənlər olub. İşğal altında qalan ərazilərimizlə bərabər tarixi mədəni irsimizin bir hissəsi də erməni vandalizminin qurbanı oldu. Erməni təcavüzü nəticəsində 1891 mədəniyyət sərvəti, 738 abidə, 28 muzey, 4 şəkil qalereyası, 14 abidə kompleksi, 1107 mədəniyyət obyekti dağıdılıb, Azərbaycan toponimləri erməniləşdirilib. İşğal olunmuş ərazilərdə daş fiqurlar, türbələr, sərdabələr, körpülər, məscid kompleksləri məhv edilib. Azərbaycan ərazisinin 11,5%-ını meşələr, 1,6%-ını su hövzələri, 50%-ını əkin torpaqları, 27%-ını otlaqlar, 36,9%-ını digər torpaqlar təşkil edir. Respublika ərazisində ən yüksək zirvə 4466 metr olan Bazardüzü yüksəkliyidir. Azərbaycanın zəngin flora və faunası var. Bu zənginliyin mühafizəsi məqsədi ilə 15 dövlət qoruğu və 8 milli park fəaliyyət göstərir. Bu qoruqlarda nadir quşlar, heyvanlar və bitkilər mühafizə olunur.
9 iqlim tipinin mövcud olduğu Azərbaycan Respublikası turizm xidmətindən ötürü əlverişli məkandır. Quba, Qusar, Nabran, Lənkəran, Astara, Zaqatala, Balakən, Qax, Şəki, İsmayıllı, Şamaxı, Abşeron turizm marşrutları üzrə səyahətə çıxan hər kəs müasir standartlara cavab verən rahat otellərdə dincələ, ən mədəni xidmətlərdən yararlana bilər. Xəzər dənizi sahilində yerləşən istirahət mərkəzlərində yay turizmi üçün münbit şərait mövcuddur. Son dövrlərdə ölkədə qış turizmi inkişaf mərhələsini yaşayır. Dünyadakı müalicəvi palçıq vulkanlarının 90%-i Azərbaycan Respublikasının ərazisində yerləşir. Naftalan müalicə nefti yel və dəri xəstəliklərinin müalicəsi üçün xeyirlidir. Badamlı, sirab, vayxır və digər mineral sulardan mədə, bağırsaq, öd kisəsi, qaraciyər, revmatizm, dəri və əsəb xəstəliklərinin müalicəsi üçün istifadə olunur. Bugün Azərbaycanda yeni iqtisadi sistemin formalaşma prosesi, onun inkişafının strateji xətti və mexanizmi müəyyənləşib. Azərbaycan dünyada analoqu olmayan sosial-iqtisadi inkişaf mərhələsindədir. Sistemli islahatlar, dövlət mülkiyyətinin özəlləşdirilməsi, iqtisadi idarə etmənin təkmilləşdirilməsi, büdcə, vergi, pul, kredit, gömrük siyasətində həyata keçirilən radikal tədbirlər öz bəhrəsini verməkdədir. Keçmiş postsovet məkanında ilk dəfə torpaqların pulsuz kəndlilərə paylanması 1996-cı ildə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda həyata keçirildi. Azad bazar iqtisadiyyatının formalaşması üçün parlament tərəfindən onlarla qanun qəbul edilib. Bu qanunlar xarici ölkələrlə sərbəst ticarət müqavilələri üçün zəruri və mükəmməl hüquqi baza yaratmışdır. Qeyri-neft sektorunun inkişafına ciddi diqqət yetirilir. Tarazlaşdırılmış daxili və xarici siyasət, əlverişli iqtisadi inkişaf mühiti, hüquqi baza Azərbaycana xarici investisiyanın ilbəil daha çox cəlb olunmasına xidmət edir. 2003-cü ildə Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 49% idisə, 2008-ci il yanvarın 1-də bu göstərici 16%-ə düşüb. Son 4 il ərzində ölkədə 640 min iş yeri açılıb. 2007-ci il ərzində Azərbaycanda 42 milyon ton neft hasil edilib. Azərbaycan Respublikasını dünya iqtisadiyyatının maraq dairəsinə salan və regionda lider dövlətə çevirən faktorlardan biri də neftdir. Dünyada sənaye üsulu ilə ilk neft quyusu 1848-ci ildə məhz Bakıda qazılıb. Azərbaycanda neft istehsalı barədə 14-cü əsrdə məlumat verilir. Azərbaycan müstəqil olandan sonra Prezident Heydər Əliyevin təşəbbüsü ilə dünyanın ən nüfuzlu neft şirkətləri Azərbaycana dəvət olundu və 1994-cü ildə Xəzər dənizinin Azərbaycan sektorunda Azəri Günəşli Çıraq yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında əsrin müqaviləsi imzalandı. Kontraktın imzalaması üçün xeyir dua verirəm, xeyirli olsun, uğurlu olsun. Azərbaycan xalqının xoşbaxt gələcəyi naminə bu kontraktın bugün burada imzalanmasını mən ürəkdən təbrik edirəm. Bu müqavilənin bağlanmasından sonra dünyanın aparıcı dövlətlərinin Azərbaycana marağı artdı. Artıq Avropanın və Amerika Birləşmiş Ştatlarının ən nüfuzlu neft şirkətləri Azərbaycana uzun müddətli investisiyalar qoyub. 94-cü ildə başlanmış yeni layihələr Azərbaycana onun neft şöhrətini yenidən qaytardı. Əsrin müqaviləsi çərçivəsində Azərbaycanı bölgədə lider dövlətə çevirən daha bir tarixi hadisə uzunluğu 1773 kilometr olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi oldu. Memarı Azərbaycanın ümummilli lideri Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə salınması, Azərbaycan neftinin dünya bazarına çıxışı Prezident İlham Əliyevin səyi nəticəsində baş verdi. Artıq hər il yüzlərlə tanker Türkiyənin Ceyhan limanından dünya bazarına üst tutur. Qeyd edək ki, dünyada ilk neft kəməri də 19-cu əsrdə Bakıda, Suraxanı qəsəbəsindən dəniz limanına çəkilib. Xəzər dənizinin 1 trilyon kubmetrlik Şahdəniz qaz yatağı kəşf ediləndən sonra Azərbaycan daha bir şərq-qərb enerji dəhlizinin genişlənməsi təşəbbüsünü irəli sürdü. Şahdəniz qazının Avropa bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinə başlandı. Artıq tikintinin bir hissəsi başa çatıb. Bu kəmər vasitəsilə Gürcüstana mavi yanacaq ötürülür. 2007-ci ildə Azərbaycan daha bir beynəlxalq müqaviləyə imza atdı. Dəyəri 600 milyon dollar olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üçün Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçıları tərəfindən müqavilə imzalandı. Artıq Qazaxıstan, Çin, Hindistan və başqa böyük dövlətlər bu layihəyə ciddi maraq göstərdiklərini bəyan ediblər. Qeyd edək ki, Cənubi Qafqazda və Şərqdə ilk dəmir yolu Bakı-Tbilisi dəmir yolu Azərbaycanda çəkilib.
1874-cü ildə Azərbaycanda ilk qadın gimnaziyası açılıb. 1901-ci ildə isə Bakıda qadın rus